Paranı o pan. Hal-hazır, qızım bir dəqiqə deyəm. Orada Hazırdır, gedir çəkiliş. Biz hal-hazır Cəlilabad rayonunun Sadatlı kəndinə yaxın bir ərazidə Təşev adlanan bir məkanlıq. Bura gördüyünüz kimi Kəhriz bulağı deyilən bir yerdir. Kəhriz bulağı bəlkə də Azərbaycanda mövcud olan bütün bulaqlardan suyunun vitamininə, suyunun keyfiyyətinə görə birinci yerdə diyorlar. Və uzun illərdir, əsrlər boyu bu sudan yalnız bir nəfər Allah şükür qardaşımız istifadə eləmişdi. Allah şükür böyle metod. Yo belə hə. Allah şükür, deməli uzun illərdir bu sudan yalnız bizim qardaşımız Allah şükür istifadə eləmişdi. Və 2 il, 3 il bundan öncə dövlət məmurlarımız bu su haqqında müəyyən məlumat əldə edəndən sonra burada gördüyünüz kimi kotejlər istirahət eləmək üçün bax belə bir məkan hazırlayırlar. Zəhmət olmasa operator yaxından bu məkan əvvəllər belə deyildi. Təbii ki burada çox işlər görülür. Bu Kəhriz bulağı deyilən yer. Ora nədir? Allah şükür. O daşdan gördüyüm ki. O ayak yoludur, o ise stalodur. Ayak yoludur. Bəli. Və çox egzotik bir mənzərə var. Çox maraqlı dizayn yerdir. Mən hətta Allah qismət etsə burada Meşəbəyi filmindən fragmentlər seçəcəm. Qəşəng gedir. Bura mənə 12-ci əsri xatırladır. Təbii odundan köprü düzəldirlər. Və baxın, oturub çörək yemək üçün burada yerlər, filan baxıncan. Burada domiklər sanki günün neçə başa gəlir bu domiklərin? Bu domiklərin bir gecə qalmaqdır, nə qədər pul? İçə özündən asıldı. 30-40 manat olar. Deməli, hörmətli tamaşaçılar, hörmətli izləyicilər, bəs məhz sözü gedən Kəhriz bulağı budur. Bu bulağın insan orqanizmində böyük müalicəvi rolu var. Və burada gördüyünüz bu bulağın yaxınlığında inşa edilmiş kotejlərdə siz gəlib günü 30 manatdan öz ailəvi istirahətinizə məşğul ola bilərsiniz. Və eyni vaxtda burada restoran tipli məkanlar da mövcuddur. Buranın bir də şey qeyd edeyim, baxmayaraq havada 40 dərəcə istilik olmasına mən şəxsən indi üşüyürəm. Burada qeyri-adi bir proses gedir. Hava axınından mı asılıdır və yaxud da ki buranın bu məkanın mövqeyindən asılı olan səbəblərdəndir. Bura həddən artıq soyuqdur. Hesab elə ki 80 kvadrat metrlik kondisioneri bir 10 kvadrat evə qoymuşam. O dərəcədə soyuq istəyir bədən. Gəlib burada istirahət edə bilərsiniz. Bu reklam deyir, bu sağlamlıq üçün insana hava su kimi lazım olan bir məsələdir. Bəli, bu ümumi banket üçün əgər kimsə çoxlu qonaqla gəlirsə, burada əyləşib istirahət edə bilər. Kotejlərin içində hər cür xidmət, kondisioneri, nə bilim, televiziyası, hamam, tualet, hər cür şəraitlə təchiz olunub. 2 otaq, 1 otaqdan ibarət olan kotejlərdir. Və siz burada möhtəşəm istirahət eləyib, valla buradan qayıtmaq belə istəməzsiniz. Mən şəxsən xarici ölkələrə səfər eləyən, xarici ölkələrə gedib böyük pullar xərcləyib istirahət eləmək istəyənlərə üzümü tutub onu demək istəyirdim ki, Cəlilabad rayonunda mövcud olan belə gözəl məkanı mən dünyanın heç bir ölkəsi ilə səmimi etiraf edirəm, dəyişməzdim. Birinci insana lazım olan oksigen bolluğu, təmizlik, nə bilim təbii
bir məkanın mövcudluğu lazımdır. O da buradadır. Elə də rayondan çox uzaq deyil. Çox sağ olsun bu işi görən insanlara təşəkkürümü bildirirəm. Bura gəlib çıxmaq üçün rahat yollar çəkilib. Yəni istənilən maşınla bura qədər və bu dayandığımız məkana qədər gəlib çatmaq olur. Və ən əsası meşənin özünün xüsusi gözəlliyi, meşənin xüsusi gözəlliyi və eyni vaxtda onu da demək istəyirdim ki, burada bir çox meyvə ağacları da mövcuddur. Qoz ağacları var burada, istənilən adam gəlib ondan istifadə edə bilər. Və bilmirəm, burada hovuz tipli nəsə mövcuddur, çimməyə, belə bir yer. Hətta mən bilmirəm, indi o hardasa buralardadır. Hovuz kimi istifadə, çimmək üçün də istifadə edə biləcəyiniz yerlər mövcuddur. Burada mən buraya bir yarım saat bundan öncə gəlməmişdən öncə çörək yeməyimə baxmayaraq mən bura çatdım, məndə yenə də iştah baş qaldırdı. Yemək yemək istəyirəm. Təəssüflər olsun ki, biz qoyunları hələ kəsməmişik. Demək olar ki, buradakı ağacların da tarixi Uşaqlar əylənmək. çox qədimə gedib dayanır. Amma uşaqlar üçün əyləncə məsələn. Hə, bax belə uşaqlar üçün əyləncə. biraz primitiv olsa da uşaqların əyləncəsi üçün bax belə bir şeylər də mövcuddur. Amma mən inanmıram ki, dünyanın hansısa bir ölkəsində bu cürə iqlimi olan, bu cürə təbii gözəlliyi olan bir məkan mövcud olsun. Yəni burada gördüklərimiz bu kotejlərdən başqa hər şey təbiidir. Və ən əsası yenə qeyd eləmək istəyirəm ki, burada Kəhriz adı ilə məşhur olan bu bulağın suyundan Allah bütün Azərbaycan xalqına qismət etsin. İçib bunun sadəcə dadını datsınlar. Mən elə hesab edirəm ki, bu su əgər kütləvi qablaşdırıb Azərbaycanda insanlara paylansa, hamısı bu suyun ləzzətini dadardılar. Çox təəssüflər olsun ki, hələ bu günə qədər bu sudan kütləvi qablaşdırılıb ölkəyə paylanılmayıb. Belə su öz xodu ilə axır. Bayaq qeyd elədiyim kimi Allah şükür müəllim bizim qardaşımız uzun illərdir bu sudan istifadə edir. Amma bir şey də qeyd eləyim. Demək bu suyu möcüzəsi, bir dənə də möcüzəsi var. Möcüzə nədən ibarətdir? Mən elə də çox yeməklə aram olmağına baxmayaraq bir dəfə burada çörək yeyirdik. Böyük bir heyvan kəsilmişdi. Və mənə dedilər ki, əgər sən çörək yeyəndən sonra bu sudan biraz istifadə eləyərsənsə, səndə yenə iştah məsələsi baş qaldıracaq. Mən onun şahidi oldum. Demək olar ki, bu sudan içəndən sonra o suyun tərkibində nəsə varsa, insanda yenə də iştah baş qaldırır. Yenə də bu səfalı yerdə çörək yemək istəyirsən. Belə, mən bütün o istirahət eləmək istəyən insanların diqqətinə, nəzərinə çatdırmaq istəyirəm ki, yəni bura gəlib, burada istirahət eləmək, vallah, həyatda hər şey zövqdən ibarətdir də. Bizim mübarizə apardığımız mübarizələrin sonucunda hansısa bir ala biləcəyimiz ləzzətdir. Burada alına biləcək ləzzəti heç nədən almaq mənə elə gəlir ki, bu mənim şəxsi fikrimdir, mümkündür. Buradakı qeyri-adi gözəllik, buradakı xüsusi bir sakitlik, hərdən quşların təbii səsləri eşidilir. Buyurun gəlin, öz gözünüzlə şahid olun bu gözəl mənzərənin bir daha. Kəhriz bulağının suyundan istifadə edin. Və bayaq qeyd elədiyim kimi, çox ucuz başa gələn sizin bir gecə qalmağınız üçün gözəl kotejlər mövcuddur. Kotejin içində bayaq qeyd elədiyim kimi Wi-Fi, internet xidməti, sauna, tualeti, nə bilim, televiziyası, hər bir şey var. Yəni bu
əlverişli şərait, yəni mənə elə gəlir ki, hər bir kəsə sərf eləyər. Bu kimlərsə şəhərin o qarmaqa hakimindən qaçıb biraz özünü abnavit eləmək istəyirsə, başqa yerə yox, məhz bura müraciət edirəm. Bir daha ünvanı xatırladıram. Cəlilabad rayonunun Sadatlı kəndi və Sadatlı kəndindən hardasa bir meşənin dərinliyinə bir 3-4 kilometr çox gözəl yol çəkilib və Kəhriz bulağı adı ilə məşhur olan bu məkanda gəlib istirahət edə bilərsiniz. Bir daha təşəkkür edirəm mənə ayırdığınız vaxta görə. Buyurun, öz gözünüzlə buranın şahidi olun. Və Allah şükür müəllim də sizə hər cür bu işdə, burada məskunlaşmağa köməklik eləyə bilər. Sağ olun, stop ver.